Valideyn olmaq, gəlin etiraf edək, bəzən sanki heç bitməyən bir döyüş meydanına bənzəyir. Gərgin anlar, tükənən səbir və sonda hamımızın bildiyi o peşmançılıq, o yüksək səs. Yaxşı, bəs sizə desəm ki, daha sakit, daha ahəngdar bir ailə həyatı qurmaq mümkündür? Bugün məhz bu mövzunun, yəni qışqırmayan valideynliyin sirlərini açacağıq. Yaxşı, bəs bu işə hardan başlayaq? Gəlin birbaşa məsələnin kökünə enək və hadisələrə uşaqların gözü ilə baxaq. Bir saniyə dayanıb düşünək. Sizin ideal valideyn haqqında təsəvvürlərinizlə onların əsl ehtiyacları görəsən üst-üstə düşürmü? Cavab bəlkə də sizi biraz təəccübləndirəcək. Baxın, bütün məsələ budur. Onlar üçün cool, yəni havalı valideyn, bahalı geyinən yox, ən çətin, ən qızğın anlarda belə soyuqqanlılığını qoruya bilən valideyndir. Onların əslində ən çox ehtiyac duyduğu şey məhz budur. Əla, deməli hamımız sakit valideyn olmaq istəyirik. Bəs onda niyə alınmır? Niyə reallıq bu idealdan bu qədər uzaqdır? Bizi o təmkinli anadan atadan ayıran nədir? Gəlin sizə bir hekayə danışım. Bu, kitabın müəllifi Hal Rankel'in başına gələn, amma yəqin ki, hamımıza çox tanış gələcək bir hadisədir. Məşhur vafli evində baş verən bir səhər. Təsəvvür edin, səhnənin ilk qəhrəmanı yorğun və biraz da ac olan, naz eləyən bir uşaqdır. Gərginlik yavaş-yavaş artmağa başlayır. Üstəlik, bütün bunlar gözlərin üzərinizdə olduğu adamla dolu bir restoranda baş verir. Ətrafdakıların baxışları təzyiqi daha da artırır, elə deyilmi? Və budur, uşağın ilk etirazı. Bir çəngəl havada uçur. Valideynin səbir kasası artıq dolmaq üzrədir. Amma bu hələ son deyil. Ardınca bütöv bir boşqab vafli yerə çırpılır və həmin an valideyn üçün hər şey qırılır. Nəzarət tamamilə itirilir. Baxın, müəllif o an özünə kənardan baxır və vəziyyətin nə qədər absurd olduğunu anlayır. Özünə nəzarəti itirməyin insanı əslində necə də aciz və gülünc vəziyyətə saldığını dərk edir. Və bütün bu hekayə bizi bir həqiqətə gətirib çıxarır. Əsas problem uşağın vafli boşqabını atması deyil. Əsas problem bizim bu hərəkətə verdiyimiz ani, düşünülməmiş emosional reaksiyadır. Əsl düşmənimiz öz reaksiyamızdır. Yaxşı, anladıq ki, problem bizim reaksiyamızdadır. Bəs bu reaksiyalar hardan qaynaqlanır? Bizi bu qədər tez özümüzdən çıxaran o dərinlərdə yatan yanlış inanc nədir? Gəlin bu təhlilimizin dönüş nöqtəsinə baxaq. Bu, demək olar ki, bütün valideynlərin beyninə yeriyən bir yalandır. Biz elə bilirik ki, övladlarımızın hər addımına, hər davranışına, hətta hər hissinə görə birbaşa biz məsuliyyət daşıyırıq. Bu düşüncə də bizi onları idarə etməyə, hər şeyə qarışmağa və sonda emosional partlayışlara sürükləyir. Və budur, bütün fəlsəfəni dəyişən o kiçik, amma nəhəng fərq. Məsələ, uşağımıza görə məsul olmaq deyil, ona qarşı məsul olmaqdır. Bu nə deməkdir? Bu o deməkdir ki, bizim işimiz uşağı kontrol etmək yox, onun davranışından asılı olmayaraq öz reaksiyalarımızı və öz davranışımızı kontrol etməkdir. Gördünüz, fokus birdən-birə uşaqdan özümüzə keçir. Yaxşı, bəs bu yeni yanaşmanı, yəni uşağımıza qarşı məsuliyyət daşımağı necə həyata keçirə bilərik? Gəlin qışqırmayan valideynlik yanaşmasının nə demək olduğuna daha yaxından baxaq. Bu, sadəcə səsi yüksəltməmək deyil. Qətiyyən, bu bir növ daxili gücdür. Qarşındakı nə edirsə etsin, sənin daxili dincliyini pozmasına icazə verməməkdir. Bu, özünə hakim olmaq sənətidir. Və bilirsiniz, qışqırmaq dedikdə təkcə bağırmaq nəzərdə tutulmur. Bunun çox fərqli, daha səssiz, amma eyni dərəcədə zərərli formaları var. Məsələn, uşaqla danışmamaq, küsmək, dərhal təslim olub istədiyini vermək və ya ümumiyyətlə əşki nə olur olsun deyə vaz keçmək. Bunların hamısı əslində bir növ emosional reaksiyadır. Baxın, bütün bunların gəldiyi nəticə budur. Əgər övladınızı həqiqətən təsir etmək istəyirsinizsə, ilk növbədə özünüzə təsir etməlisiniz. Özünüzə nəzarəti bərpa etməlisiniz. Sizin sakitliyiniz sizin ən böyük gücünüzdür. Beləliklə, artıq problemimizi və həll yolumuzu bilirik. İndi isə gəlin bütün bunları nəzərə alaraq valideynlikdəki əsas məqsədimizi yenidən müəyyənləşdirək. Məqsəd əslində bizim düşündüyümüzdən daha dərindir. Hazır olun, çünki bu, bəlkə də indiyə qədər eşitdiyiniz hər şeyə zidd ola bilər. Bizə həmişə deyilib ki, məqsəd yaxşı,
ağıllı uşaq böyütməkdir. Amma əsl hədəf bu olmamalıdır. Və budur yeni məqsədimiz. Valideynlik əslində bizim özümüzün böyümə, özümüzün yetkinləşmə səyahətimizdir. Biz özümüzü daha yetkin, daha təmkinli bir insana çevirdikcə, uşaqlarımız üçün canlı bir nümunə oluruq. Unutmayın, onlar bizim dediklərimizi yox, etdiklərimizi təkrarlayırlar. Bəs bunu necə etməliyik? Əslində çox sadə, 3 addımlıq bir plan var. Birincisi, hirsləndiyinizi, məyus olduğunuzu qəbul edin. Bu normaldır. İkincisi, bu hisslərə baxmayaraq sakit qalmağı seçin. Bu bir seçimdir. Və üçüncüsü, bütün enerjinizi görəsən o nə edəcək deyə düşünməyə yox, mən indi nə etməliyəm sualına yönəldin. Və gəlin bu təhlilimizi sizi dərindən düşünməyə vadar edəcək bir sualla yekunlaşdıraq. Əgər əsas məqsəd bir yetkin insan böyütməkdirsə, siz bugün öz davranışınızla onlara necə bir yetkin insan olmaq lazım olduğunu göstərirsiniz. Uşaqlarımız bizim güzgümüzdür. O güzgüdə görmək istədiyimiz dəyişikliyi ilk növbədə özümüzdə yaratmalıyıq.